Nemo və Qədim Dəniz Sirri nağılı. Böyük Mərcan rifinin ən parlaq anemonunda yaşayan Nemo adlı balaca, narıncı, palyaço balığı çox maraqlı və cəsur idi. Atası Marlin onu hər zaman qoruyurdu. Çünki Nemo doğulanda kiçik üzgəci zədələnmişdi. Amma bu Nemo'nu dayandırmırdı. Bir səhər Nemo yuxudan oyananda fərqli bir şey hiss etdi. Adətən rifin rəngləri sanki minlərlə boya qutusu kimi canlı olurdu. Lakin bugün onlar solğun və tutqun görünürdülər. Həmin an rifin ən yaşlı sakini, hər şeyi bilən Kərim dədə yavaş-yavaş üzərək gəldi. Kərim dədə dedi: "Ey balaca Nemo, sən həmişə bizim ən cəsur balığımız olmusan. Rifimiz böyük təhlükədədir. Bir vaxtlar okeanı qoruyan böyük işıq incisi yoxa çıxıb. İnci geri qaytarılmazsa rifimiz qaranlığa qərq olacaq." Marlin dərhal Nemo'dan qorxdu və dedi: "Yox, biz çox kiçikik. Bu bizim işimiz deyil." Amma Nemo kiçik və güclü üzgəcini titrətdi. O dostlarının solğun üzməyini görməyə dözə bilməzdi. "Nemo, mən gedəcəm. Mən incini tapacam," dedi. Marlin etiraz etsə də Nemo qəti idi. Macəraya tək getməsi mümkün değildi. O dərhal ən yaxın dostu olan, həmişə gülümsəyən, amma hər şeyi tez unudan göy balıq Dory'nin yanına üzdü. "Dory, mənə kömək etməlisən. İncini tapmaq üçün yad planetlər xəndəyinə getməliyik." Dory dedi: "İnci? Hansı inci?" Fərqi yoxdur. Gəlin üzək." Üzək. Amma biz hara gedirik?" Nemo gülümsədi. Dory yaddaşı zəif olsa da, onun böyük ürəyi və ətrafdakı hər kəsə kömək etmək istəyi var idi. Onlar birlikdə üzməyə başladılar. Yol boyu Dory sadəcə üzməyə davam et mahnısını zümzümə edirdi. Çox keçmədən onlar Dəniz Cərəyanı adlı çox sürətli bir yolla qarşılaşdılar. Bu yolda üzmək asan değildi, amma bu onlara çox vaxt qazandıracaqdı. Nemo Dory'dən soruşdu: "Hazırsan Dory?" "Əlbəttə, amma niyə belə sürətlə gedirik?" Onlar cəsarətlə sürətli cərəyana daxil oldular və sanki kosmosda uçan kiçik raketlər kimi irəlilədilər. Dəniz cərəyanından çıxan Nemo və Dory incini gizlədən yad planetlilər xəndəyinə çatdılar. Bura çox qaranlıq və qorxulu idi. Burada yaşayan balıqların üzərində heç vaxt gülüş yox idi. Birdən qaranlıqdan gözləri sanki fənər kimi parlayan nəhəng bir dəniz katranı çıxdı. Nemo və Dory qorxuya düşdülər. Dəniz katranı dedi: "Siz burada nə axtarırsınız? Kiçik balıqlar, bura sizin yeriniz deyil." Nemo qorxusunu utdu və kiçik səslə dedi: "Biz böyük işıq incisini axtarırıq. Rifimizin ona ehtiyacı var." Dəniz katranı əvvəlcə hirsləndi, amma Nemo da qorxudan daha çox məhəbbət gördü və dedi: "O inci, o bu xəndəyin dibindədir. Mən onu qoruyuram, çünki insanlar onu götürməyə çalışmışdılar. O hər kəsin işığıdır, amma hər kəs onu istifadə etməyə layiq deyil." Dəniz katranı incini Nemo'ya verdi. İnci əslində bir balıqdan daha böyük idi və çox parlayırdı. İnci ilə birlikdə Nemo və Dory dərhal evə getməyə başladılar. Onlar Mərcan rifinə çatanda Marlin sevindiyindən ağlamağa başladı. Nemo incini rifin mərkəzindəki böyük daşın üstünə qoydu. İnci yenidən rifə toxunan kimi möcüzə baş verdi. Solğun rənglər əvvəlkindən daha parlaq və canlı oldu. Hər yerdə işıq parıldayırdı. Marlin Nemo'ya tərəf üst tutdu və dedi: "Bağışla oğlum, mən həmişə səni kiçik üzgəcinə görə qorumağa çalışırdım. Amma bugün anladım ki, sənin kiçik üzgəcin var, amma nəhəng ürəyin də var. Sən həqiqi bir qəhrəmansan." Rif yenidən həyatla doldu. Nemo, Kərim dədə və Dory birgə gülürdülər. Nemo'nun macərası göstərdi ki, ən kiçik balığın belə böyük cəsarəti ola bilər. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.